Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vessalamu ala eşrefil enbiyai vel muselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Ərəb dilindən silsilə dərslərimiz davam edir. Və bugün biz Mədinə Tədris kursunun birinci kitabına əlavə dərs olaraq həmzənin söz tərkibində yazılış qaydasını öyrənəcəyik. Və ümumiyyətlə ərəb dilində həmzə hərfi, yəni həmzə hərfi, bildiyimiz kimi bu hərif deməli söz tərkibində ən çox dəyişikliyə uğrayan hərflərdən biridir. Və məhz buna görə də dilçilər, yəni ərəb dilçiləri bu hərfin yazılması, yəni söz tərkibində yazılmasına aid müstəqil deməli kitablar yazmışlar. Və ilk olaraq bunu deyim ki, əgər biz ərəb dilində olan, yəni tərkibində həmzə olan sözlərə fikir versək, görərik ki, həmzə hərfi müxtəlif cür yazılır. Bəzi hallarda sərbəst yazılır. Məsələn, məun, su və yaxud astiqau, dostlar, astiqau. Və gördüyümüz ki, burada bu həmzə hərfi sərbəst yazılıb, yəni sətrin üzərində heç bir dayaqsız yazılıb. Və bəzi hallarda fikir versək, həmzə hərfi əlifin üzərində yazılır. Məsələn, əynə, əynə və yaxud ustazun, ustazun və yaxud məsələtun, məsələ və s. Və həmçində fikir versək, bəzi hallarda həmzə vav hərfinin üstündə yazılır. Məsələn, müəzzinun sözündəki kimi. Müəzzinun, müminun və s. sözlərdə vavun üzərində yazılır. Və bəzi hallarda da həmzə hərfi yənin üzərində və yaxud nəmira deyilən dayağın üzərində yazılır. Məsələn, fiətun, toplum, fiətun və həmçinin məsələn, məşiətun və s. sözlərdə və həmçində sözün sonunda məsələn, mutavaddiun gördüyümüz kimi burada həmzə deməli nəmiranın və yaxud yənin üzərində yazılıb. Amma yuxarıdakı sözlərdə isə fikir versək, vavun üzərində yazılıb. Burada isə fikir versək, əlifin üzərində yazılıb. Amma yuxarıdakı sözlərə fikir versək, burada sərbəst halda, yəni dayaqsız yazılıb. Və bunun sirri nədədir? Və bunun sirri bundadır ki, həmzə hərfi sözün əvvəlində, ortasında və ya sonunda gəlməsindən asılı olaraq və həmçinin də öz hərəkəsi və özündən bilavasitə əvvəl gələn hərfin hərəkəsindən asılı olaraq bu cür dəyişir. Və indi biz bu dərsimizdə inşallah yəni həmzənin bu bir haldan başqa hala, yəni sözün tərkibində düşməsinin deməli qaydasını öyrənəcəyik ki, hansı qaydalara əsasən söz bu cür dəyişir. Və bir şey qeyd edim ki, bizim keçdiyimiz bu dərs imla, yəni yazı dərsinə aiddir. Yəni bunun qrammatika aidiyyatı yoxdur. Sadəcə bu yazıda ən çox istifadə olunur. Amma tələffüsə gəlincə isə hər üç halda fərqi yoxdur. İstər sərbəst yazılsın, istər
əlifin üzərində, istər vavun üzərində, istər yənin üzərində tələffüsü eynidir və bildiyimiz kimi həmzə hərfi deməli boğazın sonundan, yəni ə kimi tələffüs olunur. Məun, asdiqau, əynə, ustazun, məsələtun, müəzzinun, mu'minun, fiətun, məşiətun, mutavaddiun. Tələffüsü isə eynidir. İlk növbədə bunu qeyd edim ki, yəni deməli mövzunu daha yaxşı başa düşməyimiz üçün həmzəni 3 yerə böləcəm. Həmzə hərfini 3 yerə böləcəm. Birincisi, öyrənəcəyik ki, sözün əvvəlində yazılışı. Yəni bildiyimiz kimi həmzə hərfi sözün ya əvvəlində gələ bilər, ya ortasında, ya da sonunda. Və ona görə də mövzumuzu 3 yerə bölək. Birinci, sözün əvvəlində yazılışını öyrənək. Sonra sözün ortasında yazılışı. Daha sonra isə sözün sonunda yazılış qaydasını öyrənək. İndi isə keçək sözün əvvəlində həmzənin yazılış qaydasına. Sözün əvvəlində həmzənin yazılması qaydası çox asan, rahat bir qaydadır. Belə ki, sözün əvvəlində həmzə daim əlifin üzərində və ya altında yazılır. Əgər həmzənin hərəkəsi, yəni sözün əvvəlində gələn həmzənin hərəkəsi damma və ya fəthə olarsa, həmzənin, yəni əlifin üzərində yazılacaq. Əgər sözün əvvəlində gələn həmzənin hərəkəsi kəsrə olarsa, bu zaman deməli əlifin altında yazılacaq. Məsələn, əynə bizim keçdiyimiz sözlərdən, əynə harada, əntə sən, ənə və sair sözlərdə gördüyümüz kimi həmzənin hərəkəsi fəthə olduğundan əlifin üzərində yazılır. Həmçinin əgər damma olarsa, məsələn, ustazun, ustazun sözü bizim keçdiyimiz sözlərdən gördüyümüz kimi hərəkəsi damma olduğundan üzərində yazılır. Və yaxud uridu, istəyirəm. Və s. Əgər sözün əvvəlində gələn həmzənin hərəkəsi kəsrə olarsa, bu zaman əlifin altında yazılacaq. Məsələn, insanun, insanun və yaxud isbəun, barmaq, isbəun və s. sözlərdə gördüyümüz kimi hərəkəsi damma kəsrə olduğundan əlifin altında yazılmışdır. Və bununla da biz həmzənin deməli sözün əvvəlində yazılış qaydasını öyrəndik. Sözün əvvəlində həmzənin yazılması ilə əlaqəli daha bir məsələni qeyd edeyim. Əgər sözün əvvəlində fəthəli həmzədən sonra sakin əlif gələrsə, bu zaman bunlar birlikdə bu formada, yəni əlifin üzərində məd forması kimi yazılır. Yəni ə kimi oxunur. Məsələn, əminətu sözü. Əminətu sözünün əslində əminətu kimi budur əsli. Burada
deməli, fəthəli əlifdən sonra məd hərfi gəldiyindən bu formada yazılmışdır. Və həmçində, məsələn, əmənə, iman gətirmək feili. Bunun da əsli fəthəli əlif və ondan sonra gələn sakin məd hərfidir. Bu iki hərf bitişərək bu formada yazılmışdır. Sözün əvvəlində həmzənin yazılış qaydasından biz bilirik ki, qayda belədir ki, həmzə hərfi sözün əvvəlində daim əlifin üzərində yazılır. Əlifin üzərində yazılır və əgər həmzənin hərəkəsi damma və ya fəthə olarsa, bu zaman əlifin üstündə yazılır bu şəkildə və əgər həmzənin hərəkəsi kəsrə olarsa, bu zaman əlifin altında bu şəkildə yazılır. Məsələn, iməmun, idaratun, əynə, əntə, usulun. Və həmçinin biz öyrəndik ki, sözün əvvəlində həmzənin yazılış qaydasında öyrəndik ki, əgər sözün əvvəlində fəthəli həmzədən sonra sakin əlif gələrsə, bu zaman həmzə bu cür, yəni əlifin üzərində mədd işarəsi qoyulmaqla yazılır. Məsələn, əminətu əslində bu sözün əsli fəthəli həmzədən sonra əlif gəlmişdir. İndi isə keçək tapşırığa. İndi isə verilmiş sözlərdə sözün əvvəlində gələn həmzənin əlifin altında və ya üstündə yazılmasını öyrənək. Əynə, harada? Gördüyümüz kimi həmzənin hərəkəsi fəthə olduğundan əlifin üstündə yazılacaq. İhsənun, yaxşılıq. Kəsrə olduğundan əlifin altında yazılacaq. Əbədən, həmişə, daim, əbədi. Fəthə olduğundan həmzə əlifin üstündə yazılacaq. Uffin, bezirəm, bezdim. Damma olduğundan həmzə əlifin üstündə yazılacaq. Əxun, qardaş. Fəthə olduğundan əlifin üstündə yazılacaq. Uxtum, bacı. Damma olduğundan həmzənin hərəkəsi əlifin üstündə yazılacaq. İkramun, səxavətli olmaq, səxavətlik göstərmək. Kəsrə olduğundan həmzə əlifin altında yazılacaq. Əkramə, ikram etmək, səxavət göstərmək. Həmzənin hərəkəsi fəthə olduğundan əlifin üstündə yazılacaq. Əqbələ, tərəf gəlmək, qarşısına çıxmaq. Fəthə olduğundan əlifin hərəkəsi həmzənin üstündə yazılacaq. İqbəlun, qarşılaşmaq, doğru getmək. Kəsrə olduğundan həmzə əlifin altında yazılacaq. Ardun, yer, fəthə olduğundan həmzənin əlifin üstündə yazılacaq. İbilun, dəvə, həmzə hərəkəsi kəsrə olduğundan əlifin altında yazılacaq. Usudun, şirlər, damma olduğundan əlifin üstündə yazılacaq. Əsədun, şir, fəthə olduğundan əlifin yenə üstündə yazılacaq. Əbiyadu, ağ, fəthə olduğundan əlifin üstündə yazılacaq. Əcəlun, zaman, vaxt, əcəl, fəthə olduğundan əlifin üstündə yazılacaq. İxracun, çıxartmaq, kəsrə olduğundan əlifin altında yazılacaq. Ə'məlun, əməllər,
fəthə olduğundan əlifin üstündə yazılacaq. Uməmun, ümmətlər, xalqlar, damma olduğundan əlifin üstündə yazılacaq.